Herkese salam. En büyük geosiyasi sir pərdəsini sizlərə açacağım. Nüvə ikili standartları. Dostlar, mənzərə çox sadə, amma bir o qədər də təhlükəlidir. İran NTP müqaviləsini imzalayıb, hər gün yoxlanılır, amma təhlükə adlandırılır. İsrail heç bir müqavilə imzalamayıb, heç bir yoxlamaya da icazə vermir, lakin əlində yüzlərlə nüvə başlığı var. 2026-cı ilin reallığı budur. Bir tərəf qanunla izlənilir, digər tərəf isə beynəlxalq hüquqdan tamamilə kənarda, toxunulmazdır. Heç kimin yoxlamadığı bir arsenal hər an qlobal fəlakətə yol aça biləcək saatlı bombadır. Bir ölkənin imtiyazlı olması regionda hamının nüvə silahı əldə etməyə təhrik edir. 2026-cı ildəki gərginlik göstərir ki, bu silahlar artıq sadəcə qorxutmaq üçün deyil, istifadə üçün masa üzərindədir. Sual edirəm, qaydalarla idarə olunan bir dünyada yaşayırıqsa, niyə bəzi dövlətlər bütün qaydalardan üstündür? Kim daha çox təhlükə yaradır? Yoxlanılan mı, yoxsa yoxlanılmayan mı? Əgər yoxlanılmayan tərəfi təhlükəsiz sayırıqsa, deməli beynəlxalq hüquq artıq ölüb.